Prezident administrasiyasının sabiq rəhbəri. Özümü təqsirli bilmirəm. Onun haqqında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Heç şübhəm yoxdur ki, həbs olunacaq. Ramiz Mehdiyev barədə 4 ay müddətinə ev dustaqlığı Rauf Mirqədorov Bakı hava limanında saxlanmışdır. Mikail Müşfiqi də 29 yaşında bildirəmişdir. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş. Necə olur ki, dövləti xəyanətdə ittiham olunduğu deyilən Ramiz Mehdiyev ev dustaqlığına buraxılır, amma oxşar maddələrlə təqsirləndirilənlər həbs edilir? Hamısı yalandır. Məsələn, 2014-cü ildə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun ittiham olunduğu maddələr arasında dövlətə xəyanət də var idi. Məhkəmə onlar barəsində həbs qəti imkan tədbiri seçmişdi. Həmin vaxt onların həbsi ittihamın ağırlığı və istintaqdan yayılma ehtimalı ilə əsaslandırılmışdı. Toplum TV-yə danışan siyasi şərhçi Arif Yunus deyir ki, qanunların işləmədiyi qeyri-demokratik ölkələrdə bu cür halların baş verməyi normaldır. O, Prezident administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə cinayət işi açılması ilə bağlı rəsmi məlumatın olmamasına diqqət çəkir. Hələ aydın deyil. Ümumiyyətlə, orada cinayət işi açılıb ya yoxdur. Orada istintaq gedir ya yoxdur. Onu həbs ediblər, yaxud ev tutaq. Heç nə yoxdur ortada. Bizə yalnız hökumətin o təbliğatçıları, yəni mass media nümayəndələri, necə onlar yazırlar, etibarlı, amma nə məlum, mənbə məlumat verir. Bu nə deməkdir? Ramiz Mehdiyevə cinayət işi açılması ilə bağlı məlumat indiyə qədər heç bir rəsmi qurum tərəfindən təsdiqlənməsə də, ölkədə müxtəlif çevrilərdə bu məsələ müzakirə edilir. Bir qism dövlət adamları, deputatlar, keçmiş məmurlar, hökumət yönlü media bu barədə danışır. Bir sözlə, ölkə gündəmini ələ keçirən bu iddialı cinayət işini heç bir rəsmi mənbə təsdiqlənmir. Əksinə, hökumət mediaları Ramiz Mehdiyevin Rusiyaya göndərdiyi iddia olunan məktubu, 50 nəfərlik xəyali siyahını paylaşır. Ardınca Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli və siyasətçi Gültəkin Hacıbəyli hədəfə alınır və fakt adı altında iddialar səsləndirilir. Belə düşünülə bilər ki, həqiqətən də mediada yazıldığı kimi Ramiz Mehdiyev dövlət çevrilişinə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur və məhkəmə onu ev dustaqlığına buraxıb. Arif Yunus bu halda yaranan ayrı seçkiliyin nə səviyyədə olduğunu izah etmək üçün nardaran hadisələr zamanı yaralanan Əbülfəz Bünyadovu, yaxud təkbaşına hərəkət qabiliyyəti olmayan ictimai fəal Famil Xəlilovu xatırladır. Mənim yadımdadır, vaxtilə bir nardaranlığı vardı, Bünyadov səhv etmirəmsə onun soyadı. Onun 3 dənə güllə vardı. 3 güllə ilə. Onu Nasulkada gətirdilər, məhkəməyə imkan vermədilər. Nədir? Məhkəmənin hökmdə, daha doğrusu qərarında belə də yazılıb ki, bunlar təsir edə bilərlər istintaqa. Yaxşı, bu şəxslər biri əlildir, biri ağır vəziyyətdədir, yaralıdır. Siz buraxmırsınız, nədir? Təsir edəcək. Ramiz Mehdiyev, əgər inansaq ki, çevriliş vardı orada, suiqas vardı, onu buraxırsınız evə niyə? Ki, davam etsin öz işini. Elə Tribunat Hüquq platforması da Mehdiyevin ev dustaqlığına buraxılmasının qanuna uyğunluğunu təhlil edib. Platforma yazır ki, Cinayət Prosessual Məcəlləsinə görə qəti imkan tədbirləri arasında həbs, ev dustaqlığı, girov, zaminlik və digər növlər mövcuddur. Bu tədbirlərin tətbiqi üçün əsas şərt şəxsin cinayət təqibi zamanı gizlənmək, istintaqa və ya məhkəməyə mane olmaq, yenidən cinayət törətmək, cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlməmək və ya hökmün icrasına mane olmaq ehtimalının mövcudluğudur. Tədbirin növü seçilərkən ittihamın ağırlığı, şəxsin şəxsiyyəti, sosial vəziyyəti və digər amillər nəzərə alınmalıdır. Evim, gözəl evim. Axış gəldi. Həbs qəti imkan tədbirinin seçilməsi üçün şəxsin təqsirləndirildiyi cinayət əməlinin azadlıqdan məhrum etmə sanksiyası ilə cəzalandırıla bilməsi kifayətdir. Abzas Media, Toplum TV, Məclis Info, Meydan TV və QHT-lərlə bağlı cinayət işlərində jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri də Ramiz Mehdiyev işində olduğu kimi cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunublar. Abzas Media işində 7 nəfər, Toplum TV işində 8 nəfər, Meydan TV işində 10 nəfər, QHT işində 5 nəfər, Məclis Info saytının rəhbəri İmran Əliyev. Onların hər biri haqqında həbs qəti imkan tədbiri seçilib. Tribunat yazır ki, məhkəmə praktikasında xüsusilə dövlətə xəyanətdə ittiham olunan şəxslər haqqında adətən həbs qəti imkan tədbiri seçilir.
Elektron məhkəmə sistemində həmin maddələr üzrə 27 hökmün hər birində məhkəməyə qədərki icraatda təqsirləndirilənlər barəsində həbs qəti imkan tədbiri seçilib. Ramiz Mehdiyev barəsində həbs deyil, ev dustaqlığı qəti imkan tədbirinin seçilməsi isə onun yaşı nəzərə alınmaqla legitim görünə bilər. Lakin Arif Yunusun səhhəti nəzərə alınmadan eyni ittihamlarla həbs edilməsi məhkəmə hakimiyyətinin Mehdiyev lehinə ayrı seçkili etdiyini göstərir. Halbuki Ramiz Mehdiyev prezident administrasiyasının keçmiş rəhbəri, Elmlər Akademiyasının sabiq prezidentidir. Şərəf, şöhrət, Heydər Əliyev, İstiqlal və digər orden və medallarla təltif edilib. Sonda Tribunat platforması belə qənaətə gəlib ki, Ramiz Mehdiyev barəsində ev dustaqlığı qəti imkan tədbirinin seçilməsi Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsində nəzərdə tutulan ayrı seçkiliyin qadağan olunması hüququnun pozulmasıdır. Siyasi şərhçi Arif Yunus Ramiz Mehdiyevə cinayət işi açılması ilə bağlı xəbərləri şounun bir hissəsi adlandırır. Onun sözlərinə görə məqsəd Mehdiyevin sərvətinə əl qoymaqdır. Biz başa düşürük ki, indi Ramiz Mehdiyevin bütün o sərvətləri, onun və onun qohumlarının, ona yaxın olan hamısını alacaqlar. Necə ki, vaxtilə o Cəlal Ali, o bizləri. Onlar daha layıqdır. Alacaqlar sərvətləri. Amma sonra bir gün isə deyəcəklər ki, bəs qoca kişidir, heç nə tapılmadı, istintaq göstərdi ki, heç nə yoxdur. Və buraxacaqlar. Ona görə bax, məlumat yoxdur. Söhbət burada gedir ki, hakimiyyətə lazım ki, onu söndürmək lazımdır. Bütün əmlakı götürəcəklər. Bu isə şoudur bizim kütlə üçün. Hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanmasına. Əsasən hökumət yönlü media tərəfindən yayılan, lakin heç bir rəsmi qurum tərəfindən təsdiqlənməyən Ramiz Mehdiyevin dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunaraq ev dustaqlığına buraxılması xəbərləri ölkədə qanun qarşısında bərabərlik prinsipinə dair ciddi suallar yaradır. Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq.